Azerigaz Azerbaycanlıların en yaralı yerlerinden biridir. Birincisi demeyeyim, birinci yara olmağa iddialı çok belə namizədlər var. Ama gaz her kəsin evine geldiği için paralel olarak oradan dert de axır. Yanır, yanır ama bitmir. Gaz gələndə də dərd axır, gəlməyəndə də. Çün bünövrəsi əyridir, qəzalıdır çarxı çevrilmişlərin. Azerigazın indiki baş direktoru Azer Məmmədovdur. Bir ildən artıqdır bu vəzifədədir və artıq öz dəsti xəttini cırmaqlamağa başlayıb. Azerigaz çox qəribə konfigurasiyaların müstəvisidir. Orada kadr seçimi bütün zamanların müşaviri həm də sözü yerə düşməyən həllici sözlə müşaviri Ceyhun Hüseynovun müstəsna səlahiyyətidir də demək istəyirəm, amma o qədər də belə deyil. Sadəcə Ceyhun bir başqalarından azacıq zirək olduğuna görə onun nomenklatura klanı daha qabarıq görünür. Bəzilərini mən sizə xatırladacağım, amma bəri başdan sizin üçün çox maraqlı və biraz da kədərli xətlərlə fərqləndirmək istədiyim bir məsələ var. Azərigazda yüksək vəzifələrə və pullu vəzifələrə təyinat üçün aktivində bir insan ölümü olmalıdır kimi bir ənənə var. Bu barədə danışacağım, amma hələlik Ceyhunun kadrlarından bəhs edim. Yeri gəlmişkən söhbətin bu hissəsini açıq məlumatlara istinad edərək davam edirəm. Azərigaz İstehsalat Birliyində işə qəbulla bağlı müraciət edənlərdən imtahan götürən şəxs Vüsal Həsənovdur. Hazırda satış departamentində şöbə rəisinin müavinidir. Sənaye sayğacılarının quraşdırılmasına da o baxır. O, Ruslan Əliyevlə Cahid Hüseynovun əsas adamlarından biri hesab olunurdu. Ruslan Əliyev orada müdür olanda. Cahid Hüseynovun digər əsas adamları isə Azərigazın satış departamentinin rəisi Zamin Mehrəliyev və Bakı Regional Qaz Satış Departamentinin şöbə rəisinin müavini Emin Bədəlovdur. Emin Bədəlovun dayısı Nurəddin Nəcəfov da Azərigazın Binəqədi qaz istismar sahəsinin rəisi vəzifəsində çalışıb. Emin Bədəlov isə 2017-ci ildə Binəqədi ərazisində yerləşən sənaye obyektlərinə sayğacdan kənar qaz xəttlərinin çəkilməsinə şərait yaratdığı üçün və dövlət büdcəsinə ziyan vurduğu üçün başqa vəzifəyə keçirilmişdi. Emin Bədəlov Cahid Hüseynovun yaxın adamı olduğu üçün sonradan daha yüksək vəzifəyə təyin olundu. Bir neçə il əvvəl Cahid Hüseynovun Azərigaza işə düzəltdiyi qardaşı oğlu Əli Hüseyn Hüseynov ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət toplayaraq onları Azərigaza işə düzəldəcəyini vəd etdiyi ilə fərqlənirdi. Eyni zamanda Əli Hüseyn Hüseynov Bakıda yeni inşa olunan çox mənzilli MTK tipli binaların qazlaşdırılması üçün əmisi Cahid Hüseynovun köməkliyi ilə sayğac quraşdırmaq adıyla da külli miqdarda pul vəsaiti alaraq mənimsəyirdi. Əvvəlki rəis Ruslan Əliyev Əli Hüseyn Hüseynovun bu hərəkətlərindən xəbər tutduğu üçün onu işdən çıxarmışdı. Daha sonra Cahid Hüseynovun dəstəyi ilə yenidən işə qaytarıldı. Cahid Hüseynovun vəzifə verdiyi adamları və yaxın qohumlarının siyahısından bircə qırıq parçanı da seçmə qaydada diqqətinizə çatdırım. Zamin Mehrəliyev Azərigazın Bakı Regional Qaz İstismar Departamentinin rəisi Rauf Əhmədov, Emin Bədəlov, Azərigaz İstehsalat Birliyinin İnsan Resursları Şöbəsinin rəisi Xaqani Bəşirli, Vüsal Həsənov, Ceyhun Hüseynov qardaşoğludur, Soltan Hüseynov əmisoğludur, Akşin Əliyev bacısoğlu, Alı Hüseynov dayısoğlu, İgidalı Hüseynov dayısoğlu, Bəhruz Ağarzayev xalası oğlu, Rəşad Ağarzayev xalası oğlu, Zülfiyə Rüstəmova, o da qohumu. Cahid Hüseynovun qardaşı oğlu Əli Hüseyn Hüseynov Xaçmaz və Regional Qaz İstismar İdarəsinin hızlı xidmət sahəsi üzrə qəza bərpa xidmətinin rəisi vəzifəsində çalışır. O, Azərigaza kadr daşınması vədləri və əməliyyatları üzrə dediyim kimi əsas maxinatorlardan biridir və ya birincisidir. Hətta 3000-4000 manat alıb çilingər işinə də adam götürə bilir. Əli Hüseyn Hüseynov Cahid Hüseynovun adından istifadə edərək 1000 manat müqabilində Azərigazda çalışan işçilərin dərəcəsini də artırırmış. 3000 AZN qarşılığında isə dediyim kimi hətta çilingər vəzifəsinə də işçi götürə bilir. İndi gəlirəm əsas məsələyə. Yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında Mercedes markalı 77Y-054 nömrə nişanlı avtomobilin
40-45 yaşlarında piyadanı vurması və nəticədə həmin şəxsin ölməsi ilə bağlı xəbər demək olar ki, bütün xəbər saytlarında yayınlandı. Məlumatda hadisəni törədən şəxsin 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuadoğlu olduğu və faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlandığı da yazılırdı. Amma yalnız bəzi saytlarda yazıldı ki, qəzanı törədən və insan ölümünə səbəb olan şəxs Azərqaz İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayevdir. Bu cür hadisələr olanda qəzanı törədən şəxsin kimliyini gizlətməyə çox tərəfli cəhdlər olur. Baş vermiş hadisədən qabağa düşmək istəyən bütün tərəflər şəxsin kimliyini ya gizlətməyə ya da adın xüsusi bir önəm daşımayan faktor kimi xırda şəriflərlə yazılmasına çalışırlar. Bu halda da belə olmuşdu. İndi mən belə bir şübhənin içindəyəm ki, Nail Abdullayevin törətdiyi bu ölüm işinə görə onun sürücüsünü sənədləşdiriblər ya yox. Rəis axı adam öldürə bilməz, onlar baş kəsərlər, amma pambıqla kəsərlər. Bu halda isə vətəndaşı vurub yolun ortasında öldürmək faktı var. Gizlədə bilmiş olarlar inşallah, bu zamana qalmaz deyə düşünürəm. Necə ki, bundan 5 il əvvəl baş vermiş Azərqaz mənşəli başqa bir qətlin üstünü də beləcə ört bastır edə bilmişdilər. Onu da indi deyəcəm. Azərqazın yuxarı qazlanma zolağında adlardan daha biri var. Bu, Namiq Məmmədovdur. Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi daha əvvəl Salyanda idarə rəisi idi, oranı kör qoydu. Vətəndaşlar kütləvi etirazlara qədər qalxdılar və mərkəzdəki Cahid Nail Birliyi onu usluqca götürüb atdı Lənkərana ki, söz söhbət səngisin. İndi Namiq Məmmədovu Ağsu Regional Qaz İdarəsinə rəis göndərmək istəyirlər və bunun birinci səbəbi də budur ki, Namiq Məmmədov Lənkəranda da işlərin zibilini çıxarıb. Qaz təsərrüfatının bütün pis iy və qoxusunu asimana bülənd etməyi bacaran bu şəxsi oradan uzaqlaşdırıb yeni, hələ namiqləşməmiş başqa bir regiona adlatmaq lazım gəlir. Niyə axı? Əlbəttə, bu cür münasibətlərin ciddi pul ekvivalentləri hər zaman olur. Regional idarələrin rəisi vəzifəsini gəzib dolanmaq, işlədiyin müddətdə yığdığın halal korrupsiya pullarının ən azı 1/3 qədər ödəniş tələb edən bir prosesdir. Yəni, bu cəlbedici faktor Ceyhun və Azər Məmmədov üstəgəl Nail Abdullayev düsturunu həvəsləndirir. Bir də dırnaqarası desəm, genetik bağlılıq var. Namiq Məmmədov da 2020-ci ildə Göyçayda bir avtomobil qəzası törədərək bir nəfəri ölümcül yaralayıb və klubun üzvü olub. Bu, klubun üzvü olub sözlərini obrazlı deyirəm əlbəttə, amma bir də gördünüz ki, Azərqazın yuxarı eşalonunun ən azı bir dəfə olsun və ya digər vasitələrlə, üsullarla bir vətəndaşın həyatına son qoymayan kimsə tapılmadı. Onda necə? O zaman deyə biləcəyikmi ki, bu klub həqiqətən də bu prinsiplərlə fəaliyyət göstərməkdədir. Namiq Məmmədova gəlincə, Ağsu cəmaatı da sakitləşə bilər. Yeni qaz müdürünüzü indidən tanıyın. Adam sövdələşib, haqqını çatdırıb və təyinat üçün çəkiləcək imzanı da götürüb, üzü o tərəfə gələcəyi günü gözləyin. Bəs bu vəzifə dəyişmə əməliyyatı üçün nə qədər vəsait tələb olunur? Bu söhbətləri də gələn dəfiyə saxlayaq. Əsas odur ki, qazınız gəlsin, alovunuz yansın. Əgər qazınız gəlirsə əlbəttə, gəlmirsə, demək ki, yuxarıdan bağlanıb bu qazın pıçı, Seyyid demişkən, bu səri çeşmə əzəldən bulanıb, ey qafil, Tanrıya şükür edin ki, hələlik Azərqaz avtoşlarının təkərləri altında deyilsiz. O birlərdə danışacağım.